Salam xanımlar. Həyatın səs-küyündən uzaqlaşmaq üçün özümə kiçik bir sığınacaq yaratdım. İndi isə bu rəngli daşlarla həyatıma yeni parıltılar əlavə edirəm. Gəlin birlikdə bu anın dadını çıxardaq. Bəzən sadəcə dayanmaq və hər bir kiçik detala diqqət yetirmək lazımdır. Çünki böyük xoşbəxtliklər məhz belə kiçik parçaların bir araya gəlməsindən yaranır. Bu daşların hər biri yerinə oturarkən sanki beynimdəki qarışıq düşüncələr də öz yerinə oturur. Hər bir daş bir qərar, sabitlik deməkdir. Diqqətimi bu nöqtəyə topladıqda günün yorğunluğu sanki yavaş-yavaş əriyir. Bəzən özümüzü yenidən toparlamaq üçün belə təkrar olunan hərəkətlərə ehtiyacımız olur. Burada mükəmməl olmağa gərək yoxdur. Sadəcə daşları düzərək davam edirik. Daşları səhv yerləşdirsək, onların yerini dəyişdirib təkrar yerləşdirə bilərik. Amma həyatda bu belə deyil. Keçib getmiş anları dəyişdirmək, yenidən düzəltmək olmur. Ona görə hər bir anın dadını çıxarın. Hər bir anı istədiyiniz kimi yaşayın. Baxın, bu tablo da əslində həyat kimidir. Parçalar ayrı-ayrı olsa da bir araya gələndə əsl gözəllik ortaya çıxır. Çalışın həyatınızdakı boşluqları da bu qədər səbirlə doldurun. Sonunda möhtəşəm bir mənzərə ortaya çıxacaq. Hələlik, görüşənə